Artıq bir müddətdir ki, bazarlarda mövsüm meyvə-tərəvəz satışı başlayıb. Çəkiliş qrupumuzla bazarda olarkən meyvə və tərəvəzin bolluğunu müşahidə etdik. Qiymətlərə gəldikdə isə bir məhsulun qiyməti çeşidindən, keyfiyyətindən asılı olaraq dəyişirdi. Alça 1.50'ye. Bu alça 1 manat. Bu 1.60'a. Xiyar 1.20'ye. Badıncan 2 manata. Lankaran pomidoru ise 1.80'da. Siyara 1 manat 20 köpük. Dərqıba siyaraydı. Şaftalıdır, əriydi 4 manatı. Heyvadır 3 manatı. Sonra pomidor, Səlyan pomidoru var, İran pomidoru var 2 manatı. Alça da 80 köpüyə. Onu da öyrəndik ki, çiyələyin 1 kiloqramı 1-2 manat, alça 1 manat 1 manat 50 qəpik, badımcan 2 manat 2 manat 40 qəpik, paxla 50 qəpik, pomidor 1 manat 50 qəpik 2 manat, xiyar 1 manat 1 manat 50 qəpik, lobya 2 manat 50 qəpiyə satılırdı. Digər meyvələrdən armud 2 manat 2 manat 50 qəpik, şaftalı 4 manat 4 manat 50 qəpik, apelsin 1 manat 50 qəpik 2 manat, banan 2 manat 2 manat 20 qəpik arasındaydı. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, bu il meyvələr keçən ilə nisbətən baha satılır. Bəzi meyvələrin baha satılmasına gəlincə, Bizə məcbur. Bizə vallahi baha satırlar. Allaha and olsun. Baha gətirirlər verirlər bizə. Heç imkanı yoxdur. Məsələn istəyirlər, ala bilmirlər. Qiymətlərin nisbətən bahalığına baxmayaraq, alıcıların əli dolu olması onların məmnunluğundan xəbər verirdi. Lap yaxşıdır, ucuzdur, sərf eləyir almışıq. Yoxşudur, hər şey boldur, yoxşudur, qiymət də yoxşudur, şükür Allaha. Onu da bildirək ki, bazara çıxarılan mövsümü meyvələr əsasən cənub bölgəsi rayonlarından və ətraf bölgələrdən, digər meyvələr isə xarici ölkələrdən gətirilir. Nurani Əsgərzadə, Dürdanə Məlikova, Əlizamin Şabanov, Xəbər xətti.